Hər kəsə salam. Hazırlamış olduğum növbənöv dadlı peçenye reseptini sizlərə təqdim etmək istəyirəm. Qarışdırma qabına yumuşaq halda olan kərə yağını və üzərinə şəkər tozunu əlavə edək. İstifadə etdiyim bütün məhsulların dəqiq ölçülərini videonun açıqlama hissəsində qeyd edəcəm. Şəkər tozu ilə yağ tam qarışana qədər qarışdırıram. Yağ ilə şəkər tam qarışdıqdan sonra otaq temperaturunda olan yumurtaları əlavə edirəm. Daha sonra yumurtaları da yaxşıca qarışdırıram. Yumurtanın üzərinə vanil, qabartma tozu və 1 çay qaşığının yarısı qədər duz əlavə edirəm. Sonra isə tam qarışıb axışqan kütlə halına gələnə qədər qarışdırıram. Gördüyünüz kimi tam qarışdı hər şey. Üzərinə isə 1 ədəd limonun qabıqlarını rəndələyirəm. Limon qabıqlarını rəndələdikdən sonra yenidən qarışdırıram. Üzərinə yavaş-yavaş un əlavə edib qarışdırmağa başlayıram. Xəmir yağlı olduğu üçün normadan artıq un apara bilər. Buna görə də unu ehtiyatla əlavə etməyiniz tövsiyə olunur. Çalışın ölçüdən artıq keçməyin. Bu sizin peçenyələrinizin daha sərt olmasına gətirib çıxara bilər. Əgər videonu bura qədər izləmişsinizsə, mənə abunə olmağı və rəy yazmağı unutmayın. Dəstək olan hər kəsə təşəkkür edirəm. Peçenyemizi hazırlamağa davam edək. Daha rahat qarışdıra bilmək üçün qarışımı masanın üzərinə alırıq. Xəmirinizin yumuşaqlığı göstərdiyim kimi olmalıdır. Xəmiri bərabər hissələrə ayırıb kündələyirəm. Matın üzərinə biraz un əlavə edərək kündənin birini yayıram. Yayarkən mənim yaydığım qalınlıqda olmasına fikir verin. Nə çox qalın, nə də çox nazik yaymaq olmaz. İstənilən qəlib ilə istənilən formada peçenyelər hazırlamaq olar. Mən ulduz formada kəsdim. Forma vermiş olduğum peçenyelerin üzərinə şəkər tozu səpirəm. Peçenyelər çox kövrək olduğu üçün onları ehtiyatla götürərək soba listinə yığıram. Əgər soba listiniz yaxşı vəziyyətdədirsə, altına yağlı kağız sərməyə ehtiyac yoxdur. Xəmir yağlı olduğu üçün asanlıqla çıxır. Növbəti kündəmi də eyni ardıcılıqla kəsərək, üzərlərinə şəkər tozu səpib soba listinə yığdım. Əgər istəsəniz bu formada da edə bilərsiniz və yaxud da mən digərlərini etdiyim kimi üzərinə səpədə bilərsiniz. Bu gördüyünüz formanı mən adi cupcake qəlibi ilə kəsmişəm. Ortalarını isə tort bəzəmək üçün olan ucluqla dairəvi şəkildə kəsirəm. Bunların da üzərinə şəkər tozu səpərək soba listinə yerləşdirirəm. Adi çay stəkanı ilə kəsmiş olduğum dairəvi peçenyelerin ortasını barmağımla açıb içərisinə cem yerləşdirirəm. Burada istənilən meyvənin cemini və yaxud da ki mürəbbəsini istifadə edə bilərsiniz. Bütün peçenyeləri sobada alt üst rejimdə 180 dərəcədə üstü qızarana qədər bişirirəm. Və bu qədər peçenyelərimiz artıq hazırdır. Onları çay süfrəsində, səhər yeməklərində istifadə edə bilərsiniz. Videonu bəyəndinizsə, like etməyi, mənə abunə olmağı və öz fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Hazırlayan hər kəsə nuş olsun.